fəsad edənlərin gizlədilməsi vətənə xəyanətdəndir. Çünki müsəlman fəsadı sevməz, fəsadın tərəfində durmaz, ona sığınacaq verməz, ona kömək olmaz, onun yanında olmaz, onun yayılmasını dəstəkləməz. Bütün bunlar hamısı xəyanətdəndir. Dövlətin alçaldılmasını istəməz, onun sirlərini yaymaz. Bütün bunlar hamısı xəyanətdəndir. Ona görə də vətənə xəyanət elə bir cinayətdir ki, nəinki İslam, bütün dünya onun böyük bir cinayət olduğunu qəsd edir. Onun böyük bir cinayət olduğunu etiraf edir və aqibətinin də, sonluğunun da pis olmağını diləyir. Və kifayətdir ki, vətənə xəyanət əminamanlığın, vətəndə olan birliyin pozulmasıdır. Cəmiyyətdə, toplumda olan sağlamlığın, birliyin pozulmasıdır, yerinə qorxunun, hərcməzliyin gəlməsidir. Və hakimə qarşı danışmaq da vətənə xəyanətdəndir. Çünki Allah Taala hakimin itayətini vacib edib. Ona beyyət etməyi hörmətli bir əməl edib. Onun beyyətindən çıxmaq, ona qarşı danışmaq, onun haqda yalan yaymaq, onun haqda yalançı şayələr uydurmaq hamısı xəyanətdəndir. Çünki bu, hakimlə rəiyyətin arasını parçalamaqdır. Onların etibarını sıfıra düşürməkdir və kifayətdir ki, ümmət, xalq hakimin üzərində olan bir əmanətdir. Hakim bu məsuliyyəti daşıyır. Qiyamət günü bu məsuliyyətə görə cavab verəcək. Hakim toplumu qoruyur. İstər əskəri cəhətdən, istər siyasi cəhətdən, istər iqtisadi cəhətdən, istər tibbi, istər təlimi cəhətdən hakim bu ümmət üzərində məsuliyyət daşıyır. Ona görə ona xəyanət elə vətənə xəyanətdir. Həmçinin fəsad edənlərin, cinayət edənlərin, terror edənlərə sığınacaq vermək, o da vətənə xəyanətdəndir. O yolda səy göstərmək, çalışmaq, onların bu şər və bəla əməllərinə göz yummaq vətənə xəyanətdəndir. Müsəlman olan bu xəyanətə yol vermək.